Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti qəbulu şəhərin 11-ci mikrorayon ərazisində yerləşən Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə müəssisə təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib. Zakir Fərəcov qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyib. Əsasən sosial müdafiə, mənzil, məişət və məşğulluq məsələləri ilə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb. Şəhər rəhbəri görüş zamanı araşdırma tələb edən məsələlərlə bağlı aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlar verib. O, bu tapşırıqların qanunvericiliyin tələblərinə uyğun və qısa müddətdə icra olunmasının vacibliyini vurğulayıb. Qeyd edək ki, bu cür səyyar görüşlər Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən müntəzəm olaraq həyata keçirilir. Şəmistdan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.